İranlı bloger Fatimə Şirazinin Bakını İranın əyaləti kimi təqdim etməsi və video boyunca Azərbaycan adını çəkməməsi tənqid obyektinə çevrilib. İstifadəçilər bunu ölkənin ərazi bütövlüyünə və dövlətçiliyinə qarşı yönəlmiş mövqe kimi qiymətləndirib. Onun Azərbaycana girişinə qadağa qoyula bilərmi? Qlobal Infoza danışan hüquqşünas Ellada Bayramova deyib ki, İranlı blogerin Bakının güya İranın əyaləti olması fikri obyektiv dəyərləndirmə tələb edir. Stat: 19-cu əsrin əvvəllərində Rusiya-İran müharibələrinin nəticəsində bağlanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Cənubi Qafqazın böyük hissəsi üzərində İranın suverenliyi hüquqi baxımdan sona çatıb. Bu səbəbdən müasir beynəlxalq hüquq baxımından Bakının İranın ərazisi və ya əyaləti olması barədə iddiaların hüquqi əsası yoxdur. Əgər blogerin çıxışları tarixi mülahizə çərçivəsini aşaraq Azərbaycanın ərazi bütövlüyünə, milli təhlükəsizliyinə qarşı yönəlmiş sistemli təbliğat xarakteri daşıyırsa, onun ölkəyə girişi qadağan edilə bilər. Azərbaycan suveren dövlət kimi milli təhlükəsizlik, ictimai asayiş və dövlət maraqlarının qorunması məqsədi ilə əcnəbilərin ölkəyə girişinə məhdudiyyət tətbiq etmək hüququna malikdir. Lakin belə hallarda qərarlar sosial şəbəkələrdəki çağırışlar əsasında deyil, səlahiyyətli dövlət qurumlarının hüquqi qiymətləndirməsi nəticəsində qəbul olunur. Beynəlxalq praktikada da milli maraqlara zidd fəaliyyət göstərən xarici şəxslərə giriş qadağasının tətbiqi geniş yayılmış təcrübədir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.